Əziz müəllimlər və müəllimliyə hazırlaşan müdavimlər. Bugün sizə ədəbiyyatdan yeni tipli klaster testinin izahını verəcəm. 61 saylı test tapşırığında deyir ki, klasterə əsasən uyğunluğu müəyyən edin. Tam cavab. Klasterin üzərində yazılıb ki, yazılı ədəbiyyat nümunəsidir. Sol tərəfdə yazılıb 1, sağ tərəfdə yazılıb 2. Yəni, bu o deməkdir ki, 1-də yazılacaq xüsusiyyət 2-də yazılacaq xüsusiyyətlərə uyğun gəlsin. Daha doğru desək, 1-də hər hansı bir fikir yazılır, 2-yə yazılacaq xüsusiyyətlər də 1-də yazılacaq xüsusiyyətləri tamamlayır. Bəzən 1-ə 2 xüsusiyyət də götürmək olar. Bu, o vaxt baş verə bilər ki, 2-yə yazılacaq xüsusiyyətlər 1-də yazılacaq xüsusiyyətlərin hər birisini tamamlasın. İndi keçək sualın izahına. Deyir ki, yazılı ədəbiyyat nümunəsidir. Baxaq. Heyrət ey büt surətin gördükdə lal eylər məni, surət halım görən surət xəyal eylər məni. Firqətin xarı məni gör kim nə məcruh eylədi, ey gözü nərgis, Həbibi Gülüzarım hardasan? İndi variantlara keçək. Görək hələ bizdən nəyi istəyir? C-də deyir ki, mətləb beytdir, ikilik şəklində yazılıb. Mətləb beyt nədir? İlk beyt. İlk beytdə həm qafiyə olur. Görürsünüz, burada məni sözləri həm qafiyədir. Bir-birlə qafiyələnir. Deməli, bunu 1-ə götürmək olar. 2-yə isə C-ni götürürük. Aha. Sonra, şeir vahidi bənddir. Məktəb beytdir. Bənd var burada? Yoxdur. Deməli, bu yanlış fikirdir, getməyəcək. Aid olduğu janrın orta bəndlərindən biridir. Yenə də bənd deyir. Bənd. Bənd deyirsə, bu beyt şəklindədir axı. Bizdən bənd soruşur. Deməli, bu bənd deyil də, beytdir, səhvdir. Şeir vahidi beytdir, janrın orta beytlərindən biridir. Əgər biz A-nın xüsusiyyətini müəyyən ediriksə, deməli, bu orta beyt ola bilməz. Çünki dedik ki, ilk beytdir. Deməli, bu yanlış fikirdir. Hər iki misrada rədifdən istifadə olunub. Rədif nədir? Qafiyədən sonra gələn söz. Və A-da baxırıq, görürük ki, eylər sözləri zəngin qafiyədir. Və qafiyədən sonra gələn məni sözləri isə rədifdir. Deməli, bu hansına aid olacaq? C olacaq 2-yə. 1-ə A, 2-yə C, G olacaq. Düzdür? İndi soruşacaqsınız ki, 1-ə A, B-ni niyə götürmədik? Əgər B-ni götürsəydik, deməli, F xüsusiyyəti var. F xüsusiyyətini də ora götürməlidir. Çünki F xüsusiyyəti orta beyt deyir. Orta beyt deyirsə, bu biri dedi ki, ilk beytdir. Ona görə bu xüsusiyyət ora gedə bilməz. Biz ilk beyt deyirsə, deməli A-ya götürməliyik. 2-yə də C-ni, G-ni götürürük. F-i götürmürük. Çünki F ola bilməz. Bu ola bilməz ki, bunun xüsusiyyəti olsun. Deməli, cavabımız olacaq 1-ə A, 2-yə C, G. D variantı.